İndi gördünüz ki, mən sizə hər dəfə video çəkəndə deyirdim ki, mən dünyanın ən gözəl, ən demokratik, ən xoşbəxt ölkəsində yaşayıram. Niyə? Niyəsini deyim sizə. Cənab Prezident İlham Əliyevin oğlu Heydər Əliyev arvadı Alyona ilə bərabər İsveçrədə yaşayır. Bəli, bu da şəkil. Mehman dünən video paylaşıb ki, bəs Heydər Əliyevlə Alyona xanım hardadır? İsveçrədə. Nə Heydər Əliyevi söyləyəcəm, nə Alyonanın keçmişindən danışacağım. Buradan Heydər Əliyevə müraciət edirəm. Heydər Əliyev, sən də İsveçrədəsən, mən də İsveçrədəyəm. Bir zəng elə axranaların, ya özün, ya kimsə mənə bir zəng eləsin. Görüşək də, görüşək bir üzbəsurat söhbət eləyək. Mən sənə Heydər Əliyev deyim ki, səni də, anavı da, atavı da, bacılarımı da söydürən İbrahim Nehrəmlidir. Mən tərəfdən. 10 milyon xalqın hərəsinə bir məmur, bir icra başçısı, bir deputat, bir polis rəisi pislik eləyib, hərə öz problemi üçün danışır. Mən şəxsən öz problemim üçün danışıram. Heydər Əliyev, zəng elə mənə, görüşək. Kimə deyirəm, gəl görüşək, gəlib görüşmürlər. Görüşək, bir aydınlıq gətirək. Sənin anondan, bacundan, atondan, arvadından danışanın biri azalsın. Özü kimə görə? Kimə görə? İbrahim Nehrəmliyə görə. Hansı ki İbrahim Nehrəmlinin oğlanları indi Londonda kef eləyir. Heç adı səni qədər hallanmır. Nə Həsənin, nə Hüseynin. Ay Heydər Əliyev. Necə olur ki İbrahim Nehrəmlinin oğlanları kayf eləyir, amma sənin adın mənim kanalımda düşmür. Arvadımın adı mənim kanalımdan düşmür. Mən danışmaq istəmirəm. Sən də İsveçrədəsən, mən də. Yeri gəlmişkən sulu qar yağır. Vəziyyət yaman dəyişibdir. Abu hava gün idi, indi havalar soyuyubdur. Siz tərəflərdə də elədir. Harda yaşayırsan? Çürükdəsən, Berindəsən, hardasan? Sanatoriya olan yerlərdəsən, qəşəng, dağlıq, meşəli. Günümə nə qədər xərcləyirsən Heydər Əliyev? Hə? Valla xərcdə 10.000. Hə? Ondan yuxarı xərcləyə bilmərsən ki. Bir dənə mədəm var da, sənin də, arvadımın da. Nə yiyəcəksiniz, nə susacaqsınız, nə aparacaqsınız. Tak işte Heydər Əliyev, gözləyirəm səni. Bir nəzdən gələ, hara deyirsən, gəlirəm. Valla gəlirəm, billah gəlirəm. Oturaq bir söhbət eləyək. Bu arvadı cırıq, qızları qəhbə İbrahim Nehrəmlinin cəzasını verdi. Səninki səndə, mənimki məndə. Mən nə Heydər Əliyev fondundan pul istəyirəm, babamın adına qoyulmuş fonddan. Nə Cavid Qurbanovdan, nə Əli Nağıyevdən, bəylərdən, nə də səndən. Öz halal haqqımı tələb edirəm. Ya haqqımı bərpa eləyin İbrahim Nehrəmlidən, bacanağı Emin Tağıyevdən, bir də şöbə müdürü Kürsül İskenderovdan alın verin mənə. Ya da kanala 15 milyon, 17 milyon baxış var. Elə qoy mənim kanalımda Heydər Əliyev, sən, anın, bacıların, arvanın rəzil olsun. Belə necədir? Təmiz söhbətdir. Hə? Hə, indi bəziləri yazacaq ki, belə mübarizə olar. Bəli, olar. Xalq öz haqqını tələb eləmirsə, mən dünyanın ən gözəl ölkəsində Cənab Prezidentin oğlu Heydər Əliyevlə və gəlinləri Alyona ilə bərabər yaşayıram. Özünüzdən müğayət olun. Yaxşı yaşamaq gözəl şeydir. Daha da yaxşı yaşamaq üçün nə etmək lazımdır? Mücadilə aparmaq lazımdır. Heydər, trubkadayam. Gözləyirəm zəngibi. And olsun Allah'a, zəng elə, hara düşsən gəlməsəm şərəfsizəm. Tək öz problemimi yox ha. Azərbaycanda baş verən bu qəhbəliklər var, Naxçıvan klanı. Bəylər Əyyubov, Əli Nağıyev, Vilayət Eyvazov milyardlar oğruyur və sizləri necə söydürürsə hamısını deyim. Bacarırsan iynəsini vur. Aydındır. İnşallah İsveçrədə görüşmək ümidi ilə. Sağ ol Heydər, sağ ol.